Xoş gördük hər birinizi. Biz bu günləri Temudan gələn bağlamamızı açacağıq. Bu da bizim bağlamamız. Paketdən açırıq və onu da qeyd edeyim ki, bu ay üçün gələn bağlamalar biraz gecikdi. Yanvar ayı üçün nəzərdə tuturam. Yanvar ayının təxminən 15-ində sifariş keçirilmişdi. Hal-hazırda fevral ayının 17-sidir. Artıq bağlama əlimizdədir və bağlamanı açaq. Və onu da qeyd edeyim ki, bağlamalar Temudan yəni paketlənməsi çox yaxşı şəkildə gəlir. Bir ədəd ayaqqabı, bir ədəd rəngli dəftər, bunun əslində sulu dəftər deyirlər. Bir ədəd qadınlar üçün makiyaj aləti və bir ədəd də banka bağlayan sifariş keçmişdi. İndi bunlar haqqında daha ətraflı danışaq. Bəli, paketimizin içərisində məhsullar bitdi. Bu qadın makiyajıdır. Bildiyim qədəri, yəni mənə deyilənə əsasən qiyməti Azərbaycanda biraz bahadır və biz bunu Temudan isə 2 manat 40 qəpik, yox 2 manat 10 qəpik dəyərində aldıq və bağlamanı gördüyünüz kimi açmaq biraz çətindir. Çünki qutusunda, böyürlərində məhsulun emblemi falan yapışdırılır. Biraz onu qopartmaq çətindir. Belə, bağlama haqqında bunu deyə bilərəm. Bunu daha yaxşı qadınlar bilər nə olduğunu. Bu haqda hər hansı bir fikrim yoxdur. İndi isə keçək digər məhsulumuza. Az öncə də qeyd elədiyim kimi, bu bizim məhsulumuzun paketi. Az öncə də qeyd elədiyim kimi, bu rəngli dəftər. Əslində bu körpə uşaqlar bunu yazmağa, yazıya, pozya daha həvəsli olur. Məntiqi təfəkkürünü artırmaq üçün istifadə olunan dəftər ləvazimatıdır. Burada dəftərin içərisində heyvan şəkilləri falan olur. Biz sağ tərəfdə qələmlə boşluğu doldurduqca heyvanların şəkilləri görünməyə başlayır. Yəni biraz həvəsləndirici, həm də körpə uşaqlar üçün əla bir vəsaitdir. Bu isə dəftərin qələmi içərisindən çıxır. Qiyməti 2 manat 40 qəpikdir. Banka bağlayan Azərbaycanda qiymətini bilmirəm. Mən Temudan 13 manat almışam. Bir ara qiyməti 21 idi, düşdü 13-ə və bunun paketini açmaq biraz çətin oldu deyə ruçka gətirirəm indi açmağa. Ruçkanın ucu qırıldı. İndi isə bıçaq gətirməyə gedirəm. Əslində bu yaxşıdır, çünki dağılmır, qırılmır, əyilmir. Belə, açırıq biz burada bağlamamızı. Ev xanımları ən çox yay aylarında konservləşdirilmiş qidaların düzəldilməsində istifadə etdiyi bir avadanlıqdır. Banka ağzı bağlayan. Bunun fikrimcə kirişkası da daha ucuz olar. Bu isə bizim deyərkən mənim ayaqqabımdır. Bunu da 34 manat almışam və bunu Azərbaycan bazarlarında soruşdum. Qiyməti təxminən 48, 50, 55 manat qiymətində dəyişir. Altlığı çox mükəmməldir və üstünün parçası da. Bu qədər.